Liderlik məsələləri üzrə seminar keçirərkən iştirakçılara həmişə belə bir sual verirəm. Kim mənim bu fikrimlə razılaşar ki, bizim ən xeyirli həyat dərslərimizi bizə məhz ən acı təcrübələrimiz verir? Zalda əllərin demək olar ki, hamısı qalxır. Mən hələ də təəccüblənirəm ki, niyə biz insanlar acı təcrübələrin pis tərəfinə bu qədər həssasıq və bu zaman heç görmürük ki, o bizim ən yaxşı müəllimimizdir. Səhvlər etmədən, maneələr aşmadan, həyəcan keçirmədən sən müdriklik və bilik əldə edə bilməzsən. Bir dəfəlik bilmək lazımdır ki, ağrı müəllim, uğursuzluq isə uğura tərəf gedən ən doğru yoldur. Başa gəlməzlikləri gələn nemət kimi qəbul etməyi öyrən. Yolunun üstündə səni büdrədən daşlardan yuxarıya doğru pilləkən düzəlt. İstirablarını müdrikliyə çevirəcəyinə and iç. Məhz ən ağır günlərimizdə biz öz əsl mahiyyətimizi anlaya və daxili gücümüzü dərk edə bilərik.